Prezident İlham Əliyev Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə bir çox məsələlərə toxunub. Dövlət başçısı sakinlərin uzun illər ərzində ağır şəraitdə yaşadığını xatırladıb və köçkün həyatının ağır olduğunu bildirib. Prezident Zəngilanda mühüm quruculuq və bərpa işlərinin həyata keçirildiyini bildirib, həmçinin bölgənin çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcəyini söyləyib. İlham Əliyev əlavə edib ki, həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə də Zəngilanın və ümumilikdə bölgənin gələcəyi çox parlaq olacaq. Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, Azərbaycan olduqca mühüm coğrafi məkanda yerləşir. Ölkəmizin üstün geostrateji mövqeyini siyasi və iqtisadi üstünlüklərə çevirmək üçün intellektual potensialımız da mövcuddur. Zəngəzur və Araz dəhlizləri bütün bu üstünlükləri göstərmək üçün yaxşı bir fürsətdir. Sözü gedən dəhlizlər Azərbaycan iqtisadiyyatına əlavə gəlirlər gətirməklə yanaşı, siyasi baxımdan da olduqca əhəmiyyətlidir. Çünki ölkəmiz qərblə şərqi birləşdirən böyük bir nəqliyyat qovşağının üzərində yerləşir. Nəqliyyat dəhlizləri həm də siyasi təsir vasitələridir. Zəngəzur və Araz dəhlizləri regiona sülh gətirəcək. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında da fasiləsiz və ən qısa əlaqənin yaradılmasına nail olunacaq. Bunun da ayrıca iqtisadi üstünlükləri qeyd olunmalıdır. Dəhlizlər ətraf ərazilərin inkişafına da vacib töhfə verəcək. Dövlət başçısı da Zəngilan sakinləri ilə görüşdə məhz bunu vurğulayıb. Belə bir yenilik əlavə iş yerləri, daha yaxşı maddi durum deməkdir. Nəqliyyat dəhlizi boyunca məskunlaşan sakinlər onun verdiyi iqtisadi faydalardan bəhrələnə biləcəklər.